Dostlar salam. Bugün sizlərə Türkiyədə hibrid təhsil adlandırılan sistemin əsl mahiyyəti barədə danışmaq istəyirəm. Son zamanlar bir çox tələbə və valideynlər hibrid təhsil anlayışı ilə maraqlanırlar. Əslində Türkiyənin rəsmi təhsil sistemi 3 əsas formaya bölünür. Əyani təhsil, distant təhsil və qiyabi təhsil. Əslində hibrid təhsil modeli rəsmi olaraq əyani təhsildir. Sadəcə Türkiyədə magistratura və doktorantura pillələrində təhsil alan tələbələrin əksər universitetlərdə dərslərə fiziki davamiyyəti məcburi deyildir. Bu səbəbdən tələbələr dərslərdə iştirak etmədən birbaşa imtahanlarda iştirak edə və diplom ala bilərlər. Bir çox təhsil mərkəzləri də bu təhsil sistemini hibrid olaraq adlandırmış və cəmiyyətdə bu termin geniş yayılmışdır. Lakin unutmaq lazım deyil ki, bu təhsil sistemi distant təhsil sistemi deyildir, hüquqi olaraq əyani təhsil sistemidir. Bu səbəbdən də hərbi xidmətdən möhlət hüququ verilir. Bu model xüsusilə ölkə xaricində yaşayan, işləyən, səfər etməkdə çətinlik çəkən tələbələr üçün çox əlverişlidir. Biz Səxavətoğlu MMC olaraq Türkiyədə magistr və doktorantura pilləsi üzrə bu təhsil formasında sizə tam dəstək veririk. Biz bu təhsil forması ilə tələbə ölkəni tərk etmədən yalnız imtahanlar zamanı Türkiyəyə gedərək rəsmi və beynəlxalq diplom əldə edə bilər. Sizlərə təklif etdiyimiz bütün universitetlər Türkiyə dövləti tərəfindən leqallaşdırılmış, yəni akkreditasiyası olan universitetlərdir. Əgər siz də bu sistem ilə bağlı məlumat əldə etmək istəyirsinizsə, bizimlə əlaqə saxlaya bilərsiniz. Biz sadəcə sizi yönləndirmir, həm doğru və hüquqi məlumatlarla maarifləndiririk. Təşəkkürlər.